Bismillahirrahmanirrahim. Bəhsimiz Quran-ı Kərimdə 12-ci İmam Məhdi əleyhissalamla bağlı ayələr haqqındadır. Ayələri bir-bir sadalamamışdan qabaq, İmam Zaman əleyhissalamla bağlı Quran-ı Kərimdə olan ayələrin haqqında qısa məlumat vermək istərdim. İmam Mehdi əleyhissalamla bağlı Quran-ı Kərimdə ayələr iki formada gəlmişdir. Birinci forma ümumi imamın varlığı ilə bağlı ayələrdir. İkincisi xüsusi ayələr, yəni İmam Mehdi əleyhissalamın zuhuru və gəlişi, quracağı hökumət və görəcəyi işlə bağlıdır. Birinci ümumi ayələrdən başlayacağıq inşallah və həmin ayələrdə, ümumi ayələrdə Allah Teala bizə hər bir zaman, hər bir dövrdə bir imamın, bir əmr sahibinin, bir sadiq şəxsin, bir hadi hidayət edənin olduğundan xəbər verir. Yəni Quran ayələri qabağımıza belə bir məntiq qoyur ki, hər bir zamanda, hər bir dövranda bir imam olmalıdır. Yaxud da bir hidayət edən olmalıdır. Bir sadiq, doğru, düzgün sözü, əməli olan şəxs olmalıdır. Yaxud da ki, hər bir zamanda əmr sahibi olmalıdır. O şəxs kimdir? Həmin ayələrə əsasən əqidəmiz budur. Bizim dövrümüzdə də imam var, sadiq var, hadi var, əmr sahibi var. Yaxud da bəzi ayələrdə əməllərimizə şəhadət verən bir şəxs var. Kimdir o? Əqidəmiz budur. Hədislərə, faktlara əsasən o 12-ci İmam Məhdi əleyhissalamdır. Hər kəs onu inkar edirsə, onda bu ayələrin cavabını verməlidir ki, zamanəmizdə olan Quranın buyurduğu imam, hadi, sadiq, əmr sahibi kimdir? İkinci ayələr isə xüsusi ayələrdir. O ayələrdə birbaşa İmam Mehdi əleyhissalamın gəlişi, zuhuru və İmam əleyhissalamın quracağı ədalətli hakimiyyət və həmin hakimiyyətin dövründə olacaq hadisələrlə bağlı Quranda ayələr vardır ki, o ayələrdə xüsusi ayələrdir. İnşallah biz birinci bəhsimizi ümumi ayələrdən başlayacağıq.